Tənələr sisteminin 3-cü bölməsi. Düzdür? Bəli. Keçən sualdan başlayaq. 7. 7. X plus y bərabərdir 3. X plus y bərabərdir 3. X kvadrat plus 2xy plus 2y kvadrat Plus 2y kvadrat bərabərdir 18. bərabərdir 10. Tənliklər sistemindən y kvadratını tapın. Y kvadratını soruşur. Düzdür? Bəli. Qalır bu birinci tənliyi kvadratı işləsək nə olur? X tərəfdən x kvadratı plus 2xy plus y kvadratı bərabərdir nədir? 9. Burada da biz bunu belə yaza bilərik də x kvadratı üstə gəlir 2xy. Bu 2y kvadratını parçalasaq belə yaza bilərik. Y kvadratı üstə gəl y kvadratı. Düzdürmü? Nəyə bərabərdir? 18-ə. Deməli buradan bura qədər nəyə bərabər imiş? 9-a. 9 üstə gəlsin y kvadratı bərabərdir 18-ə. Y kvadratda bərabər oldu 9. Bizdən onu soruşur. Sonra 13. Ha. 1 bölünsün 3x. 1 bölünsün 3x. Üstü 1 bölünsün 2y. Ha. Bərabərdir 4. Bərabərdir 4. 3x plus 2y bərabərdir 1. 3x plus 2y bərabərdir 1. Tənliklər sistemindən x, y hasilini tapın. X, y hasilini soruşur. Sonra bu birinci tənliyi tərəf orta məxrəcə gətirsək, olur 6xy. Sürətdə olacaqdır. 2y üstə gələnsin nə? 3x bərabərdir nədir? 4-dür. İndi bu verilən bərabərdir 3x plus 2y və yaxud da 2y plus 3x 1-ə bərabərdir. Gətirib burada nəzərə alsaq, o zaman olacaq 1 bölünsün 6xy nəyə bərabər imiş? 4-ə. Çarpaz vursaq 24xy nəyə bərabərdir? 1. Xy də nəyə bərabərdir? 1 bölünsün 24. Sonra 17. 17. 1 bölünsün x çıxılsın 1 bölünsün y bərabərdir 3 olur 5. Ha. X, y bərabərdir 2. X, y bərabərdir 2. Tənliklər sisteminin Ha. x çıxılsın y fərqini tapın. Yaxşı. Bu birinci tənlik orta məxrəcə gətirsək, olur x, y. Sürətdə olacaq y çıxılsın x. Düzdürmü? Bərabərdir 3,5. O zaman şərtə görə x, y nə imiş? 2 imiş. Gətir burada x, y yerinə 2 yazsaq, y çıxılsın x bölünsün 2 bərabərdir nəyə? 3,5. Tərəfdən 2-yə vursaq, y çıxılsın x bərabərdir neçə olur? 7. Bizdənsə x çıxılsın y soruşur. O zaman tərəfdən mənfi 1-ə vursaq, x çıxılsın y nəyə bərabərdir? Mənfi 7 olacaqdır. Sonra 19. oxu. X kvadratı çıxılsın x, y X kvadratı çıxılsın x, y bərabərdir 0. bərabərdir 0. X çıxılsın y bərabərdir 3. X çıxılsın y bərabərdir 3. Tənliklər sistemindən Ha. x kvadratı çıxılsın y kvadratı Ha. fərqini tapın. Yaxşı. Sonra buradan x metrdə xaricinə çıxarsaq, bax. X olur, x çıxılsın y bərabər nədir? 0. X çıxılsın y nədir? 3-dür. O zaman 3x bərabərdir 0-a. Deməli, x nəyə bərabər imiş? 0-a. X 0-a bərabər olandan sonra y nəyə bərabər olacaqdır uşaqlar? Mənfi 3. Düzdürmü? Gətirib ikinci tənlikdə x 0-da y də mənfi 3. Bizdən soruşur, x kvadratı çıx, y kvadratı. 0 çıx, 9. Bu da olacaq mənfi 9. Yazın. Neçənci sual? 23-cü sual. Oku görüm. X kvadratı 23-cü sual. Ha. yani X kvadratı. üstəgəlsin 2y. Nə? Üstəgəlsin 2y Ha. bərabər 6. Hı. Y bərabər x çıxılsın 1. Nə istəyir? Və tənliklər sistemi Hadi deyil. Y uşaqlar verildi, x çıxsın deyil. Gəldi birinci tənlikdə yerinə yazsaq, olacaq x kvadratı. Üstə gəlsin 2y olsun, x çıxılsın 1. Bərabər nəyə 6? X kvadratı, üstə gəl 2x, çıx 2. Mən 6-nı bu tərəfə keçirək, çıx 6, bərabər 0. X kvadratı, üstə gəl 2x, çıx 8, bərabər nədir? 0-a. Hasili mənfi 8, cəmidəki mənfi 2. O zaman x1 bərabərdir mənfi 4, x2 bərabərdir müsbət 2-yə. Hasili mənfi 8 edir, cəmidəki neçə edir? Mənfi 2 edir. Gətirib burada yerində yazsaq, y1 bərabərdir, x çıx 1 deyil ki, mənfi 4-dən 1 çıxanda mənfi 5, y2 də bərabər olacaqdır, 2-dən 1 çıxanda 1. Deməli, bu tənliklər sisteminin birinci həlli oldu. Mənfi 4, mənfi 5, birinci x yazılır sonra y və 2 ilə 1. Cütlük olaraq belə yazılır da x idi. Aydın oldu mu? Sonra 25. 25. X çıxılsın y bərabər 4. X çıxı y bərabərdir 4.
x kvadrat y x kvadratı y. çıxılsın xy kvadrat X y kvadrat. bərabərdir 20. 20. Tənliklər sistemindən x kvadrat plus y kvadrat cəmini tapın. X kvadratı y kvadrat. Tabii bu ikinci tənlikdən nə çıxır metrdə xaricdən? X y. Nə qalır burada? X çıxılsın X çıxılsın y. bərabər nəyə? X X çıxır y 4'dür al. Gətir burada yerinə yazsaq o zaman x y bərabərdir 5 olur. 24 qədər. Ha, x çıxsın y-dən nəyə bərabərdir uşaqlar? 4-dən. Bunu vermişdik də şey. Bizdən nə istəyir x kvadrat plus y kvadrat cəmini tapın. Buralar x kvadratı üstəgəl y kvadratı bərabərdir x çıx y-in kvadratı. Bunun açılışında çıx 2x var. Üstəgəl 2x yazsaq doğru bərabərlik olacaq. Deməli x kvadratı üstəgəl y kvadratı bərabər. Niyə belə elədik? Çünki mən bunu və bunu bilirəm. Düzdürmü? Bunu bilirəm axı. Ha, yerində yazsaq olacaq 16 üstəgəlinsi neçə? 10. Bu da elədi nə qədər? 26. Sonra 27. oxu. X kvadratı çıxılsın 4y kvadratı bərabər. X kvadratı çıxılsın nə? 4y kvadratı bərabərdir -35. Mənfi 35. X çıxılsın 2y bərabərdir 7. X çıxılsın 2 bərabərdir 7. X y hansı istər? X ilğasını soruşur. Uşaqlar, bu nədir? Müxtəsər surətdə x çıxılsın nədir? 2y, sonra nədir? Hə? X plus 2. X plus 2y. Bərabərdir neçədir? -35. X çıxılsın 2y nədir? 7 deyil, 2 deməkdir. Hə? Deməli, tərəf-tərəfdən 7-yə bölsək, x plus 2y nə tapdıq uşaqlar? -5, -35-i 7-yə böldük. X çıxılsın 2y-dəki neçə verilmiş uşaqlar? 7. İndi bunu təzdən tərəf-tərəfə toplasaq, 2y-lər getdimi? Qaldı nə burada? 2x bərabərdir. -5.7-ni toplayanda müsbət 2, x də nəyə bərabərdir? 1. Gətirib burada yerinə yazsaq, y tapsaq, y də bərabər olacaqdır. Neçə? 1 çıxsın 7, neçə edir? Hə? Hə? -6-da. -6 eləmir ki. Şurada. Mən, yox, 2 -6 uşaqlar. 2 y neçə olacaq? -3. Elə deyil ki. X bir deyil ki. Yaxşı, nəyi soruşursun sən? Hasilini Hasilini? X hasilini. X hasili olacaq neçə? -5. X hasilini soruşurdu ki. Yaxşı, növbəti sonra baxın, yerləşək yox. Baxın. Sən baxın sonra. Yerləşdə bilmərik. Düzdür. Yerləşdə bilmərik, ən yaxşısı. Yazılımını sonra. Oxu görəm. 29. X1 y1 və x2 y2 cüzləri. Bəli. X çıxılsın y bərabərdir 5. X çıxılsın y bərabərdir neçə? 5. Hə. X kvadratı plus 3y bərabərdir -5. -5. Tənliklər sistemi həlli olduqda Bəli. x1 x2 plus y1 y2 cəmi X2 üstə gəlsin. y1 y2 Hə. cəmi Bu cəmini soruşur. Nədir? Buradan x-i y-lə ya da ki y-i x-lə əvəz eləsək, məsələn, y-i tapsaq, y nəyə bərabər olacaqdır? Y bərabərdir, olacaqdır x çıxılsın 5. Düzdür? Gətirib ikinci tənlikdə yerinə yazsaq, olacaq x kvadratdır, vurulsun, üstə gəlsin, 3 vurulsun, x çıxılsın 5, bərabərdir nədir? -5. X kvadratı, üstə gəlsin 3x, çıx neçə edir bu? 15. Bu -5-i bu tərəfə çıxsaydı, müsbət 5, bərabərdir 0. Buradan da x kvadratı, üstə gəlinsin, nədir uşaqlar? X kvadratı üstə gəlinsin nədir? 3x, hə? Çıxılsın neçə edəcək bu? 10. Bərabər nədir? 0. Düzdür? Hə? Tutaq bu. Belə. Bunu tapdıq. İndi buradan x1, x2 hasili nəyə bərabərdir uşaqlar? x1, x2 hasili, bir yetdirindən bir gerekdə. x1, x2 hasili. Mənfi. Bərabər nədir? Mənfi. Düzdür? Hə. İndi nə lazımdır bizə? y1, y2 hasili. Yaxşı, gəlin burada indi belə edirik. Buradan y2 tapaq. Y tapmışam da, x-i tapaq. X nəyə bərabər olacaqdır uşaqlar? İkinci halda x bərabər olacaqdır. Y üstə gəlməsi neçə? 5. O zaman gətirib ikinci tənlikdə yerində yazıram. Nə? Bura baxaq. X-in yerinə yazacaq y plus 5. Olacaqdır nə? Y plus 5-in kvadratı. Üstə gəlməsi nə? 3y bərabər nədir uşaqlar? Hə? -5. Təzələri yenə açsaq. Y kvadratı üstə gəlib 5y. 10y. Birincinin, ikincinin hasının ikincisi. Üstə gəlməsin. İkincinin kvadratı 25. Üstə gəlməsin 3y.
tarafa keçirəndə üstə gəlib 5 bərabər nə tapırıq? 0 tapırıq. Y kvadratı üstə gələcək 10y, o da 2y. Nə ilə? 13y. 25 üstə gəlib 5 nədir? 30 bərabərdir 0. Buradan da y1, y2 hasilini tapsaq, o yetkilərdən neçə deyib? 30. Bizdən bunların cəmini soruşurdu daha. Bizdən də bunu soruşurdu. Düzdürmü? O zaman cavab olacaqdır. Mənfi 10 üstə gələcək 30. Evet, 20. Sonra oxu. 30. 30? Ha, oxu. 30-cu sual ki, 30 deyil də. Sən nömrələrə baxma. Ha, mən seçdim bunu. Siz de. Hə, bildim. X kvadratı X kvadratı. çıxılsa 2x plus y kvadratı. Nə yazım? 2x Ha, çıxılsa üstə gəlirsə y kvadratı. ha. Üstə gəlirsə 4y. Sən gəlmişsin 4 edir. Üstə gəlirsə 5 bərabər 0. Gəlsin 5 bərabər 0. Şərtini ödəyən x və y həqiqət ədədlərin hansını tapın? Bu şərti ödəyən nəyi tapan? X və y. Həqiqətlərin hasilini. Bəli. Yaxşı, uşaqlar. Bunu belə yaza bilərik. X kvadratı çıxı 2x. Burada üstə gəl 1 yazıram. Üstür alınsan. Açıq benim kvadratı yaratsın. Amma burada üstə gəl 1 yox idi. Çıx 1 yazmalıyam ki, ifadə dəyişməsin də. Düzdür? Sonra davam edirəm. Y kvadratı. Üstə gəl 4y. Hə? Y kvadratı. Üstə gəl 4y. Burada da üstə gəl 4 yazıram. Hə? A üstə gəl benim kvadratı yaranacaq. Amma çıx 4 yazım ki, misal yəni dəyişməsin. Bir də nə var idi? Üstə gəl 5 var idi. Bərabərdir 0. Baxın, bu bir muxtasar məczusudur. Bu da ki, bir muxtasar məczusudur. Bu nədir? X çıxılsın 1-in mötərizə kvadratıdır. Elə deyilmi? Üstə gəlməsin. Bu da ki, y üstə gəlməsin 2-nin mötərizə kvadratı. Düzdür? Mənfi 1, mənfi 4. Elədir, mənfi 5. Bunların da cəmi nə oldu? 0 oldu. Düzdür? İndi biz nə aldıq burada? İki müsbət ifadənin cəmi bərabərdir. Nə almışıq? 0 almışıq. İki müsbət ifadənin cəmi o zaman 0 olar ki, hər ikisi 0-a bərabər olarsa. Yəni ki, x çıxılsın 1 də bərabərdir 0. Y plus 2 də bərabərdir 0 olarsa, bunların cəmi nə olacaqdır? 0. X plus-la bərabərdir 1, y də bərabərdir nədir? Mənfi 2. Bizdən nəyi soruşurdu? Belə x və y tapın. Bəli, hasilini. Hə, hasilini O soruşurdu. da mənfi 2. O zaman x y də olacaqdır mənfi 2. 2'ye. Gəl. Sonra neçə gəlir uşaqlar? Bayaq hansını yazdım? 33. 33 yazdım. İndi 33 oxuyuruq. Əyincə 33. Bayaq hansını yazmışdım? 33. 33 yazdım. 33. Oxu. 2x kvadratı çıxılsın 3xy Ha. plus y kvadratı bərabər 21. 21. Bəli. Hı. 2x çıxılsın y bərabər 7. 2 sıfırın y bərabərdir 7. Təhlilçə sistemindən x Bəli. olsun y lazımdır. X olsun y hasilini sor. Düzdür? Bəli. Uşaqlar, bax bu birinci çoxalını bax bunlara ayırıram. Bu 2x kvadratı çıx 3x üstə gəlsin y kvadratını bax bunlara ayırsaq. Bunun vurğuları nədir? 2x ilə nədir? X. Hə? Bilə bilərəm ya. Burada da y yazsaq, mənfi, mənfi, mənfi 2, mənfi 3x doğru. Düzdür? Belə gedək. Hə, buradan da nə olacaq? Bu 2x çıxılsın y, hə, burası nədir? X çıxılsın y, düzdür? Aldıqda qarşı-qarşı cəmlədir. Bərabərdir şərtə görə neçədir? 21. Bu 2x çıxılsın y necə verir? 7. Gətir burada yerində yazsaq. X kısa y. Bəli, x çıxılsın y nəyə bərabər olur? 3. 2x çıxılsın y-dən dedik neçədir? 7-dir də. Düzdürmü? Hı? Bəli. Onu da bax belə yaza bilərik də. X üstə gəl, x çıxılsın y bərabərdir 7. X çıxılsın y 3-dür. Gətir burada yerinə yazsaq, x ilə bərabərdir 7 çıxılsın. 3 nə qədər elədi? 4. X 4-dür, y necə oldu uşaqlar? 1. Düz yazıb, 4-dən 5 onda 3-ə. Bizə nəyi soruşurdu? X y xasını soruşurdu, o da oldu 4. Bunu tabi soruşurdu. Sonra 35. 35. Oxu. X kvadratı üstə gəlsin y kvadratı Hə, bərabərdir 5x bərabərdir 5x. çıxılsın 2xy. Çıxılsın 2x. X plus y bərabərdir 10. 10. Bəli. Hə, Təhlilçilər sistemindən bəli. x, y hasilini tapın. X y xasını tapın. Bəli. Tamam, bu ikincini tərəf-tərəfə kvadrat işlətsək, nə olur? X kvadratı üstə gəlir 2xy
Üstə gəlirsən y kvadratı nəyə bərabərdir? 100 tapırıq. Buradan x kvadrat üstə gəlir y kvadratını tapsaq, tapırıq ki 100 çıxılsın nədir? 2x y. Və burada da verir ki x kvadrat plus y kvadratı buna bərabər. O zaman bunları bərabərləşdirsək, alırıq ki 5x nəsə düz deyil burada. Bu belə olmaz. Burada çıxsın 2x y. Bəli. Dəqiq. Bəli. Bu necə olur? X plus y 10'dur. Yani düzgün vurmalar. X kvadrat plus 2x plus y kvadratı neye beraberdir? 100'e. X kvadrat sonra y kvadratı. Ha düzdür. 100, 5x çıkılsın 2x y neye beraber? 100 olur ama inşallah burada. 100 çıkılsa ne olur? 2x y. Bu ispat eder burada. Hadi ya x'i alabiliriz de. Bunlar kim hamısı gelir? Ha bunlar gitti. Düz. Bunlar gitti. 5 x'i alabilirim de. 5x neye beraberdir? 100. X de neye beraberdir? 20. Ya bizim hamısı gelir. Ha, x beraberdir 20. X beraberdir 20'dir. Getir burada yerine koy. 22 de tapda. Y ile beraber olacaktır. 10 çıktı 20. İçilecek menfi olur. Düz değil mi? X'i bir kalsın soruşmadık ki. Ha? Bəli. Ha, X'i bir kalsın. Olacak menfi 200. Aydın oldu. Bəli. Düz hesaplaştıktan 100'ü 5'e böldük. 20 getir. Burada yerine koyduk. Ondan da 20 çıkanda menfi ona göre. Sonra neçə? 39. Ha, 39. Yaxşı. Y kvadratı. Nə? Y kvadratı. Ha, Çıxısı 3x y. ha, Üstlensin x kvadratı. aha. Çıxısı x üstlensin y. Çıxılsın x, üstə gəlsin y. Üstlensin 9. Ha, Beraber 0. Y çıxılsın x. Beraber 2. 2. Olarsa, nəysə şu. Şey diyeyim ben. Dijitalleştirde x y hasilini tapın. X'i bir fasilini soruşur. Düzdür? Beraber. Ha, Allah. Yaxşı, uşaqlar. Bax, bunu belə yazıram, bu birinci tənqid. Y kvadratı, çıx 2x y. Hə? Fikir verin, burada mənfi 1x y saxladım. Üstə gəlirsin x kvadratı. Çıx x y yazıram. Toplananlara yerləşə can dəyişmir ki. Düzdür? Yenə də toplananların yer dəyişikdə can dəyişmir. Burada y-də mənfi x-in yerini dəyişirəm. Olacaq üstə gəlir y, çıxılsın x. Nə dəyişdi? Heç nə. Üstə gəlirsin 9, bərabərdir 0. Nəsə dəyişdi ki burada? Müsbət y, müsbət y, mənfi x, mənfi x. Düzdür? Mənfi 1x y, mənfi 2x y toplayanda nə olacaqdır? Mənfi 3x y. Y kvadratı, heç nə dəyişmədik. Niyə belə elədim? Bax, bu nədir uşaqlar? Y çıxılsın x-in ötərizə kvadrat. Düzdür? Buradan buraya qədər. Çıx x y öz yerində. Bu da ki, qoy qalsın burada. Üstə gəlsin y çıxılsın x, üstə gəlsin 9, bərabərdir 0. Buna görə belə elədim ki, y çıxılsın x nədir uşaqlar? Neçə verilir? 2. 2 gətir, burada yerinə yoxdur. 2-nin kvadratı, yəni piramid hesablayaq. 4. Çıxılsın x y. Nə çıx-çıx edirsiniz orada siz? Bu üstullar nə edirsiniz? Aklına gelmem. 2. Üstə gəlmişsin 9. Şimdi videonu dayandıracağım. Üstü burada. 4 üstə gəl 2. 6. O da 9 neçə edir? 15 eləmir. Bəli. 15 çıxılsın x y bərabərdir 0. X X y də bərabər neçə edir? 15. X Biz hesabladıq. Bəli. Ha, üzümü lövə çöndürən kimi orada o qədər səslənir. Baxırım, heç nə görmürəm. Bu otaqda sən cinlər dolaşır. Yaxşı. 41-ci sual oxu. X1 Y1 Yüce seçim oldu. X1 Y1 və Oxu. X1 Y1 və X2 Y2 düzləri Bəli. X Y çıxılsın 2x plus 3y bərabər Çıxılsın nə? 2x Ha, plus 3y bərabər 6. bərabərdir 6. 3x plus 5y bərabər 11. 3x plus 5 y bərabərdir 11. Tənlikçi sistemin həlləri olarsa Bəli. x1 x2 çıxılsın y2 fərqini tapın. x1, x2 Çıxılsın çıxılsın nə? y1 1, 2, fərqinidir. tapın. Tapın. Səs verirsən, sən səsini bana şıxdır. Mən kitabı götürmədim ki. Nasıl? Bu halindəki. Ha, yaxşı getir. Ha. Rahat, bir bunu tapın ha. Bəli. Bunu istəyir. Bəli. Ne olsun?
Gəlin ikinci tənlikdən tapaq. Məsələn, y tapsaq nə olacaqdır uşaqlar burada? 5 y bərabərdir 11 çıxılsın nə olacaqdır? 3x. Düzdür? Y də bərabərdir 11 çıx 3x böləsi nə oldu? 5. 5. Düzdür? Gətirək, bunu birinci tənlikdə yerində yazaq. Olacaq nə? X vurulsun, y tapmışam. Nə tapmışam? 11 çıxılsın 3x. İkinci itlə gəlir bura. Çıxılsın 2x. Bu iç səslərdən gəlir. Sonra yəni məqalədən 2 çıxılsın 2x. İgil bir yerdən yazacağım uşaqlar. 3 vurulsun. Nə? 10 bəsdir. 15 çıxılsın 3x. Bəsdir də. Çıxılsın 5. Bərabərdir nəyə? 6'ya. Uşaqlar tərəf-tərəfdən 5'ə vuraq. Ha? Kəsr yox olsun. O zaman olacaq x vurulsun 11 çıxılsın 3x. Tərəf-tərəfdən 5'ə vururam uşaqlar. Diqqətli olun burada. Burada 10x olacaq. 5'ə vurdum bu kəsr. Yoxa çıxdı nə qalır? 3'ə gəlsin 3 vurulsun 11 çıxılsın 3x. Bərabərdir 5'ə vururam. Neçə olacaq? 30. Mütərizələri açaq. Nə olacaq? 11x 3x var. 3x var. Çıx 10x. Üstə gəl 33. Düzdürmü? Hə? Bəli. Çıx nədir? 9x mən. 9x. Ha, mən 30. Hə, bərabərdir nədir? 30'da. Bəli. Hesabıma doğrudur. Bəli. Hı? Yaxşı. Uşaqlar, mənfi 3x kvadratı. Mənfi 3x kvadratı. Sonra çıx hesablayaq bunları. Bundan bunu çıxanda 1x edir. Düzdür? Birdən də 9 çıxırsın. Belə bir. Mənfi 8x. Düzdürmü? 33'ten de ne çıkacak uşaqlar? 33'ten de 30 çıkacak. Bu da necə mənim? Çıxılsın 30 bərabərdir 0'dır da. Hə. Neçə olacaq? Müsbət 3 bərabərdir 0. Buradan da tapdıq. Nə tapdıq uşaqlar? 3x mənfi 1'ə də bıraq. 3x kvadratı nə edir uşaqlar burada? 3x kvadratı. Sonra üstə gəlinsin 8x. 3 bərabər x1, x2 var orada. O zaman x1, x2 nə qədər olacaq? Bu x1, x2 bərabər olacaq. Yer bölümünə görə neçə edəcəkdir? Mənfi 3 bölünsün, 3 bölünsün, mənfi 1. Bu vurguları ayrılsaydı daha yaxşı olardı ki, biz elə birbaşa gətirib burada yerinə yazardıq. Ya da ki, bu səfər də məsələn, burada y tapmışıq da, bu səfər də x-i tapıb, gətirib burada yerinə yazıb, bu qoyada da yaza bilərik. Aydın oldu. x1, x2 tapmışıq da mənfi 1. Bu vurguları ayrılır da yəqin ki, baxa xala. 64, hə? 64, bu səfərlər ayrılmır. 64 üstə gəl etsin. 4 12, 12 də işarə olsun. Buralar ayrılır da bu. Öyle değil mi? Bak, 3x bərabər üstə gəl 8x çıxılsın 3 bərabər 0'lara ayrılsaq 3x-dən x bunun qrupları. Burada 3 götürür, burada da mənfi 1. Çarpaz vuranda. Doğrudur mu? Bəli. Deməli bu nə oldu uşaqlar? 3x çıxılsın 1 vurulsun x plus 3 bərabərdir nədir? 0. x1 bərabərdir uşaqlar nədir? 3'də 1'dir. x2 nəyə bərabərdir? Mənfi 3'dür. Düzdür? Mənfi 1 doğrudur. Gətirib burada bax bu bərabərlikdə yerində yazsaq, y1 və y2'ni tapsaq, y1 bərabər olacaqdır. 11 çıxılsın 3 vurulsun 3'də 1. 11 çıxılsın nə olacaq? 3'dən 3 qısar gedəcək, 11 çıxılsın 1. 10 da 5'ə böləndə neçə edəcəkdir? 2. y2 də bərabərdir. y2 də bərabərdir. 11 üstə gəlinsin olacaq. Neçə? 11 üstə gəlinsin 9. Neçə edir? 20 də 5'ə böləndə neçə edir? 4 edəcək. Deməli, y1, y2 hasili də oldu. Nə qədər uşaqlar? 8. Bizdən də nəyə soruşurdu? Bundan deyək, bunu çıx. O zaman misalın cavabı olacaq. Mənfi 1 çıx. y1, y2 neçədir? 8. Nə olacaq? Mənfi 9. Misalın cavabı oldu mənfi 9. Əgər uşaqlar bu vurgulara ayrılmasaydı, x1, x2 tapmışıq. Düzdür mü? Yəni ki, İrəsnə vərədə olacaq da, diskriminat məsəl üçün vurgulara ayrılmasaydı. Biz nə edəcək? Burada y tapmışıq, düzdür? Bu qaydada x-i tapacaqdıq, məsəl üçün burada. X-i tapacaqdıq, olacaqdı 11 çıxılsın 5 y bölünsün olacaqdı 3. Gətirib burada birinci tənlikdə x yerinə onu yazacaqdıq. Bu formada y-birlikdən asılı bir kvadrat tənlik olacaqdı. Orada da birbaşa y1, y2 aslını verterindən tapa bilərdik. Aydın oldu. Yəni sadəcə onu bunu bu tərəfə artıq elə qava vermək və vurgulara ayrılırdınız. Aydın oldu. Belə. Yazın. Neçə gəlir? Hə? Sandalye 41 yazdım, neçə 40? 42. 42 indi. Hə. Bir baxın. Nasıl ediyor? Al bakalım. Nə istəyirsən sən? Hə? Özür dilərim.
Oxu görün. X 42. analiz 42 ilə 41 yazdım da var. Hə. X plus Y bərabərdir A çıxılsın 1. A çıxılsın 1. X Y də bərabərdir A kvadrat çıxılsın 7A plus 12. A kvadratı çıx 7A. Plus 12. Hə. Tənişlər sistemini ödəyir və X cütü tənişlər sistemini ödəyir və A-nın hansı qiymətində X kvadrat plus Y kvadrat cəmi ən böyük qiymətini alır. X kvadratı ilə Y kvadratı Cəmi ən böyük qiymətini var. Bunun ən böyük qiyməti vardır. Ən böyük qiyməti var. Bizdən də soruşur ki, A bərabərdir sualı. Eləmi? Yaxşı. Çoxlar, bu X kvadratı ilə Y kvadratı nəyə bərabərdir? Birinci. Bu X plus Y-in kvadratı çıxılsın nədir? Hə? Çıxılsın nədir? Mənfi. Çıxılsın 2X kvadrat. Düzdür? Hə? İndi, bax, X plus Y-in yerdə nə yazacaq? Da, nə yazacaq? A çıxılsın 1, bunun kvadratı çıx 2xy. Xy bu verir. 2-yə vuracam. Vuracam nə olacaq? A kvadratı çıx 7A üstə gəlsin 12. Düzdürmü? Bu da bərabərdir. Bu da bərabərdir. Olacaq nə? A kvadratı. Hə. Birincinin, ikincinin hasilinin ikincisi. Nə edir? 2A üstə gəlsin 1. Düzdür? Çıx 2A kvadratı. Mənfi 2-yə vurursa işarələr rəqəmindədir. 14A çıxılsın nədir? 24. Bu da bərabərdir. Oldu nə? Mənfi A kvadratı. A kvadratdan 2A kvadratı çıxdı. Sonra mənfi 2A 14A. Nə qədər edir? 12A 12A. Düzdürmü? Sonra 1-dən Bərabər 20 çəyəcək. 1-də çıxdı 23. Belə bir kvadratik funksiyadır. Bu kvadratik funksiyanın onları aşağıdadır. Funksiyaları keçəndə geniş şəkildə danışacaq. Və onlar aşağı olduğuna görə onun nəyi vardır? Ən kiçik qiyməti yoxdur, amma ən böyük qiyməti vardır. Zaten bizdən də soruşur, bizə deyir daha doğrusu, ən böyük qiyməti vardır. Aydın olur. Burada deyə bilməzsə ən kiçik qiyməti vardır. Və bir anın hansı qiymətindədir ki, ən böyük qiyməti vardır. Tamam. Deməli, belə oldu da, mənfi A kvadratı üstə gəlinsin 12A çıxılsın nədir? 20 neçə verir? 3. Bu da mənfi bir çıxardıran götürəcək xaricə. A kvadratı çıx 12A üstə gəlinsin nə olur? 23. Düzdürmü? Bu da bərabərdir. Mənfi. Bu 12-ni 2-yə bölədə bilirəm də burada hansı üstür olacaq. Bura bax da bala. Nə axtarırsın? Nəyin üçün mən həll eləmişəm ki, sən cavaba baxırsan? Hə, nə olacaq burada? Başında çatmıyor sən nəzər. 12-ni 2-yə bölürəm. Olacaq, A çıxsın 6-nın mötərizə kvadratı, birincinin kvadratı. Çıx, burada nə olur? 12A, üstə gəlsin 36, çıx 36 yazıram, kvadrat dəyişməsin. Üstə gəlsin bir dənə 23. Düzdürmü? Bu da bərabərdir. Mənfi A çıxılsın 6-nın mötərizə kvadratı. Mənfi 36 da 23. Neçə edəcək? Mənfi 13. Biraz daha sadələşdirsək, mənfi A çıxılsın 6-nın mötərizə kvadratı, üstə gəlsin 13. Bax, bu mənfi, buna dəyəcək müsbət 13 oldu. Amma bu mənfi, təbii ki, bu mötərizənin içinə daxil ola bilməz. Nə var burada? Kvadrat var. Mötərizə kvadratı olur. Bax, belə bir şey oldu. Mənfi A çıxılsın 6-nın mötərizə kvadratı, üstə gəlsin 13. Bu da ki, şuralar A bərabərdir 6 olduqda, A bərabərdir 6 olduqda, bu nəyini alacaqdır? Ən böyük qiymətini alacaqdır, ən böyük qiyməti olacaqdır. Bu sıfıra gedəcək, 0 üstə gəl 13, bu da olacaqdır 13. Yəni bu funksiyanın, bu bir kvadratik funksiyadır. Aydın oldu. Bu funksiyanın ən böyük qiyməti 13-dür və bəs bu ən böyük qiyməti nə vaxt olur? A bərabərdir 6. Bizdən də soruşurdu ki, A-nın hansı qiymətində ən böyük qiymətini alır? A bərabərdir 6 olur. Yazın. Neçə dedim? 43. 43 yox mu? X plus Y bərabər 7. X plus Y Bərabər 7. ha, X kvadrat plus 2xy. X kvadratı ha, Üstə gəl 2xy. 2xy Çıxılsın 3x, çıxılsın 6y. ha, Bərabər 0. 0 Bəli, tənlər sistemin həlli olan xy cütləri üçün modul xy. Müəllim 3x çıxılsın 6y. çıxılsın ha. Ha. Model XY-in nəyi tapır? Böyük qiymətdir. Bunun böyük qiyməti.
Bu model eksi yırtana sonra bölünməli taparıq. Yaxşı. Sonra buradan ikinci tənlikdən bax. Birinci ile ikinci toplandığında nə çıxır metr aparır? X. Nə qalır burada? X plus 2y. Düzdür. Buradan da mənfi 3'ü çıxardanda nə qalır burada? X plus 2y qalmır ki, hə? Bərabərdir 0. Orta qrup nədir burada? X plus nədir? X plus 2. X plus 2. X plus 2y buradan çıxartdıq. Burada nə qaldı? X qaldı. X. Burada nə qaldı? Mənfi 3 qaldı. Mənfi 3 bərabərdir 0. Aslında 0'a bərabər olacaq. Ya bu 0, ya bu 0'da. Düzdürmü? Bəli. X bərabərdir mənfi 2y. Bunu həll eləsək. Gətirib burada yerinə yazsaq. X-in yerinə mənfi 2y. Nə olacaq? Mənfi 2y plus y bərabərdir neçə? 7. Bəli. Mənfi y bərabərdir 7, y də bərabərdir mənfi 7. X də bərabər olacaqdır. Mənfi 7'ni vur bura, müsbət 14. O zaman modulda x, y nəyə bərabər olacaqdır? 20'ye yox, 14'ü 7'ye vuracaq. 7, 4, 28, 98 olacaq. Düzdürmü? Bunu həll edərsək, x çıxır 3 bərabər 0, x bərabərdir 3 tapırıq. Gətirib burada yerində yazsaq, y nəyə bərabərdir? 7 çıxsın 3, neçə olacaqdır? O zaman burada da modulda x, y neçə olacaqdır? 12 olacaqdır. Bizdən də modulda x, y-in böyük qiymətini soruşur. Düzdür? Sonraki soru 44. 44, oxu. 44 Mötərizədə gəlirdi. Evet, 4 gəlməlidir. mötərizədə x plus 3-ün mötərizə kvadratı. Mötərizədə x plus nə? 3-ün kvadratı. Mötərizə kvadratı. Çıxılsın 4 vurulsun mötərizədə y üstə gəlsin 1-in mötərizə Y kvadratı. üstə gəlin 1-in mötərizə kvadratı. Bərabərdir 28. 28. X çıxılsın 2y bərabərdir 1. 1. Tənliklər sistemindən Bəli. x plus 2y cəmini tapın. X plus 2y cəmini soruşur. Yaxşı. Uşaqlar, bu birinci olduğu kimi qalsın. Düzdür? Hə? Bunu da belə yaza bilərik də. 2 vurulsun y plus 1'in kvadratı bərabərdir 28. 4 2'nin kvadratı deyil ki. Hə? Bir də lap sadələşdirsək, x plus 3'in kvadratı çıxılsın. 2'ni bu mötərizəyə vursaq, olacaq 2y plus 2. Düzdür, bunun da kvadratı bərabər nədir? 28. Düzdürmü? 2'ni buradakı mötərizə vura bilirəm də, dəyişini yoxdur ki. Düzdür? Bəli. Bax, 2'nin kvadratı. 2'nin kvadratı 4 eləyir, y plus 1'in kvadratı yerində. Düzdür? Dəyişini dəyişmək ki. Bəli. Sonra da bu 2'yi vurmuşam y plus 1'e, yazmışam 2y plus 2. Bir şey. Sonra da ki kvadratlar fərqi. Birinci çıx, ikinci, birinci üstə gəlir ikinci. O zaman x plus 3'ten bunu çıxıram. Olacaq x plus 3 çıx 2y çıx nə olacaqdır? 2. Sonra da nə edəcəm? Bundan bunu toplayacağım. X plus 3 üstə gəlinsin 2y üstə gəlinsin 2. Bərabərdir. Neçədir? 28. Sonra x çıxılsın 2y bizə vermişdir. Neçə verir? Daha 1. O zaman burada yerində yazsaq olacaq 1. 3'ten de 2 çıxanda neçə edir? 3'ten de 2 çıxanda 1. 1 üstə gəlir, yəni neçə elədi bu? 2 elədi. 2 vurulsun. X plus 2y üstə gəlsin. 3 üstə gəlir 2 neçə edir? 5. Bərabər neçəyə? 28. Düzdür? Tərəf-tərəfdə 2'ye bölsək, x plus 2y üstə gəlsin 5. Nəyə bərabər oldu? 14. Bizdən də nəyi soruşurdu? Elə x plus 2y. Düzdürmü? 14'dən də 5 çıxacaqsan. O da eləcək mən 9. 9. Sonraki soru nasıl? Görüm yerləşər mi? 5 yerləşərməsin mən. Yerləşdirəcək. Niyə yerləşdirməyək? Yerləşdirməliyik. Birləşdirelim. Hə? Elektrikler x plus 2'ye geçilir oldu. Yaxşı, yaz onu sonra yazaq. Hə, yerləşəcək. Yazın. Oku görüm. 45 mən. 45. Oku görüm. X kvadratı çıxılsın y kvadratı bərabər 8. Hə, 8. X çıxılsın y. Bərabərdir 2. Bəli. Bizə nəyi soruşur? X üstü 4 plus y üstü 4 cəmini tapın. Bunu soruşur. Tamam, bu nədir? X çıxılsın y, x plus y bərabər neçə verir? 8 verir. X çıxılsın y kimə neçə verir? 2. Hə? 2 var. 2.
Bakın burada yerine yazsa, X x plus y neye beraberdir? 8'e. O zaman x plus y neçə olacaq? 4 olur. Düzdür mü? Tamam. X çıxsın y neçə verir? Ha? 2. Tərəf tərəfə toplasaq bunu. O zaman y-lər gedəcəkdir. 6. 2x bərabərdir nədir? X beraber 3. O da x'in X nəyə bərabərdir? 3'ü. Tətimdə yerine yazsa, Y beraber 1. y bərabərdir 1. Bizdən də nəyi soruşur? X üstündə 4, üstə gələnsin y üstündə 4. X 4 neçədir? 3 üstü 4. Üstə gələnsin 1 üstündə. 85 üstüne 1. 81 üstə göl 1. 82. Yazıq. Sonra neçə Bitti. 47? Ben. 7 də var burada. Sən 7 aşağı yazmışsın. 51 ben. Belə deyək. 7 aşağı yazıb da. Tamam 51. Ne şey? Ha, 50 neçə? 51. X çıxılsın Y çıxılsın 3 bölünsün. Nə? X çıx Y çıx 3 bölünsün. Y plus 2. Ha. Beraber 0. Hı. X kvadratı plus 2y kvadratı Ha. X kvadratı. plus 2y kvadratı. Ha. Çıxılsın 2x y Beraber beraber 2 y. Beraber neçə? 13. 13. Ben təhlükə sistemində x aslında Tərəfində x bir hasilini. ben 2 kvadrat aşağıda 2. Hayır, burada. Ben. Belədir. Ben. Yaxşı, uşaqlar, birinci təhlükdən biz bilirik ki, y fərqlidir -2-dən bu 1. Bunu sıfıra çevirən qiymət nədir? Onun sürətidir də. X çıxsın y çıxsın 3 bərabər 0. Yəni x çıxsın y nədir? Bərabərdir 3'dür. Bu birinci təhlükdən bunu bilirik. Aydın oldu. Birinci təhlükdir. Burada da bunu belə yazar bilərik də. X kvadratı. Çıx 2x y. Üstə gəlsin y kvadratı. Üstə gəlsin 1 də y kvadratı. Bərabər nədir? 13 verir. Düzdür? Hı? Burada bura qədər. Evet. Nədir? X çıxılsın y-in mütərizə kvadratı. Üstə gəlsin y kvadratı bərabər 13. Bunu 3 verir. Olacaq 9. Üstə gəlsin y kvadratı bərabər nədir? 13. Y kvadrat nəyə bərabərdir? 4. Y1 bərabərdir -2. Hə? Y2 də bərabərdir. Müsbət 2. Düzdür? Gətirib burada yerində yazsaq, x çıxsın y axı 3'dür. O zaman x1 bərabərdir. Burada yerində yazsaq, nə olacaq? 3 plus y-dir də. 3-dən bunu toplayanda mənfi müsbət 1 edəcək. Burada x2 neçə olacaqdır? Hə? Toplayanda. Burada uşaqlar bir dənə şərtlər də qeyd eləmişdik. Bana hanı? Y fərlidir -2. Burada qeyd eləmişdik ya. Y fərlidir -2. Niyə? Məxrəc 0 olur. Bu getdi. Aydın olub, onda bu x1 də bunun içində getdi. Y1 bərabər 2 qiymətini hesablasaq, o zaman x neçə olacaqdır? 2 qoysan yerinə neçə edəcəkdir? 5. Bizdən nəyi soruşuyoruz uşaqlar? Hasılı x hasılı. Eksi 1 hasılı da oldu. 2 vurulsun 5. O da neçə elədi? 10. Düz hesabladıq, yerimiz düz qoyduq. 2'ni o tarafa geçirdik. Müsbət 2 oldu. Güzel. Ha. Sonra? Sen ne kesiyorsun? Ha? Ha. 55. 55. Oku. Mörtəzə 4y plus 3 mörtəzə kvadratı. Mütəzzədə nə? 4y plus 3 mörtəzə kvadratı. Ha. Bərabər də 16x kvadratı çıxsın 8x. 16x kvadratı çıxılsın 8x Plus 1. plus 1. Sonra x plus y bərabər 3. X plus y ilə bərabərdir. Təhlükə sisteminə x plus 2y zəmin tapın. Əllər səndə nəyi tapın? x plus 2y. 2 y tapın. Belə. Bəli. Şurada da sağ tərəf nədir? Dostdur. 4y plus 3'ün kvadratı bərabərdir. Nə olur? Fikir verin. 4x çıxılsın 1'in mütərizə kvadratı. Düzdür? Hə? Bəli. Kvadratları atsaq, nasıl itirməyəcək? Nə yaxşı bir tərəfə keçir, kvadratlar halini tətbiq edək. Bir tərəfə keçirdim, bərabərdir 0 yazdım. Bir daha çıxacaq, bir daha toplayacaq da. Çıxanda nə olur? 4y plus 3 çıxıram. Çıxılsın 4x plus 1 oldu. Bir də nə edəcəm? Toplayacam. 4y üstə gəlir 3. Toplayacam nə olacaq? Üstə gəlirsin 4x. Hə? Çıxılsın 1, bərabərdir 0 oldu. Buradan da aldıq ki 4y çıxılsın 4x plus neçə eləyəcək?
4. Düz yazdım. Buradan da oldu. Ben şey oldu. Ha, o zaman saplıyorum. 4y plus 4x çıkmasın. Burada üstte gelmesi 2 olur da. Beraberlik 0. Neden? Düzdür. Deməli, bir dəfə tapdıq ki, 4y çıxılsın, 4x bərabərdir mənfidir. Buradan da tapdıq və y çıxılsın, x nəyə bərabər uşaqlar? Mənfi 1. Nədir? Gətirib burada yerinə yazsaq, x plus nə olur? Y də bərabər nədir? 3 olur. Düzdür. Həll edəsək bunu, nə tapmış oluruq? Belə uzun oldu. Birbaşa kökləri atsaydı daha qısa olardı da. Burada həll edəsək 2y bərabərdir neçə elədim? 2y bərabərdir 2 oldu. Hə? Topladığımda tərəf-tərəfə topladım. X-lər getdi. Y də nəyə bərabərdir? 1-ə. X də neçə oldu? 2. Gətirib orada yerdə yazsaq neçə edir? 4, üstə gəl, yox. 2, üstə gəl 2, 4. Bunu həll edəsək nə olur? Uşaqlar. Bunu həll edəsək nə olur? 4y plus 4x bərabər nədir? Mənfi 2. Hə? Buradan da y plus x necə olur uşaqlar? Mənfi 0,5. 4-ə böldüyümdə. Digər tərəfdən bunu burada gətirib yerine yazsaq, x plus y nə olur uşaqlar? 3. Düzdür? Bizə hesabladıq. Y plus x mənfi 0,5. Gətirib indi burada yerine yazsaq, yenə də. Burada tərəf-tərəfə toplayanda nə olur? Getmir. Tərəf-tərəfə çıxanda da, fikir verin, tərəf-tərəfə çıxanda görə nə olur? Tərəf-tərəfə çıxanda. Tərəf-tərəfə çıxın görün bunu. 0, 0, 0 bərabərdir. Mənfi neçə olur? 3,5. Boş olur. Bu təmin həll edir. Belə də ki, başqa cür bu nətər yazarlardır? Uşaqlar, bax, bu düstur idi də. Kvadratları atsaydı nə olurdu burada? 4y plus 3 bərabərdir. Nə alırdıq? 4x çıxılsın 1 alırdıq da. Bunlar kvadratları deyil, 2 bərabər. Bunu bu tərəfə keçirsək, ya da onu bu tərəfə keçirsək, 4x çıxılsın 4y bərabərdir. Bunu bu tərəfə keçirəndə müsbət 4, x çıxılsın y bərabər 1 ilə buradan birbaşa alırdıq da. Burada yazmışdıq. Y çıxılsın x bərabərdir mənfi 1. Onu ilə burada birbaşa alırdıq. X çıxılsın y bərabərdir 1. Gətirib bax, bunu da bunun altında yazsaydıq, x plus y bərabər nədir? 3-dən 1 almış olurdu. Bunları da tərəf-tərəfə toplayandan sonra yenə də y-lər getdi, 2x bərabər neçə alırdıq? 4, x bərabər 2 alırdıq. Gətirib burada yerində yazılır, y bərabər 1 tapırdıq. Və yekunda x plus 2y bərabər neçə alırdıq? 4 alırdıq. Aydın oldu. Belə. Yazın. Burada yazarsınız. İkinci soru. Ama bu kvadratları atmaq hər zaman doğru deyil. Çünki yəni tərəf tərəfdən kök alırsan, burada kökləri tapılır. İndi bu ikinci təliyin həlli yox etdi onsuz da. Çünki toplayanda bax belə bir şey olur. 0 bərabərdir, mənfi 3,5. Buradakı mənasız bir şeydir. 0 mənfi 3,5 bərabərdir ki.